Salam əzizləyicilər. Bu videoda hədəf kurslarının 19 oktyabr tarixində keçirdiyi blok imtahanının izahını verəcəm. Bu, birinci və dördüncü ixtisas blokuna aid olan suallardır. Yəni, ümumi 33 sualdan ibarət olacaq video. 11-ci sinif suallardır. Xatırladım ki, keçən bazar keçirilən güvən və zirvə sınavında izahını paylaşmışam. İzləməmisinizsə, onları da mütləq şəkildə izləyin. Və kanalda keçən ilin OTK sınavı da var. Onu da mütləq izləyin ki, növbəti həftə OTK imtahanı olacaq. O imtahana daha yaxşı hazırlaşasınız. Çalışacağım imtahana qədər təkrar üçün sizin üçün video paylaşam. Köhnə OTK suallarından yığma. Bir xatırlatma da eləyim. Tezliklə sınaq qrupu başlayacaq. Yəni oktyabrın sonu, noyabrın əvvəli artıq qeydiyyata başlayacağam. Sınaq qrupunda hədəf, güvən quizləri, Landau testləri, modeldən seçmələr və topluya yeni əlavə olmuş sualları da ayrıca göndərəcəm. Həm də izahı ilə bütün bu dediklərim. Ətraflı məlumat açıqlamada yerləşdiriləcək. İlk sual. Verilmiş maddi nöqtənin hərəkəti hansı cismə nəzərən öyrənilirsə, həmin cismə hesablama cismi deyilir. Məsələn, trayektoriya cismin hərəkət zamanı çizdiyi xəttdir. Hesablama sistemi 3 komponentdən ibarətdir. Hesablama cismi, onunla bağlı koordinat sistemi və vaxt ölçən cihaz. Molekul fərqli bir şeydir. Bu, gedilən yol da trayektoriyanın uzunluğudur. Molekul maddənin xassəsini özündə daşıyan ən kiçik elementdir. 32. Çevrəcə bərabər səthli hərəkətdə 1 bölü 2 pi kök altı a bölü r ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? R çevrənin radiusudur. Deməli, burada biz təcilin bu düsturunu düşünəcəyin a bərabərdir 4 pi kvadratı. Bir saniyə. 4 pi kvadratı r n kvadratı. Bu ifadədən n-ni tapsam, yəni tezliyi tapsam, n bərabərdir kök altda a bölünsün 4 pi kvadratı r. Buradan 1 bölünsün 2 pi-ni kökdən kənara çıxaranda qalır 1 bölü 2 pi kök altda a bölür. Yəni dövr etmə tezliyinin ifadəsidir. 33. Cisim 80 metr hündürlükdən sərbəst düşür. Düşmə müddətinin axırıncı saniyəsində getdiyi yol düşmə müddətinin birinci saniyədə getdiyi yoldan neçə metr çoxdur? 80 metrdən sərbəst düşürsə, buradan t-ni tapanda t bərabərdir kök altda 2h bölünsün j-dir. Yəni 2 vurulsun 80 bölünsün 10, bu verdi bizə 4. 4 saniyə düşür. 4 saniyə düşürsə, burada 1x 3x, 5x və 7x-dir. Yəni birinci saniyədə 5 metr gedir, ikinci saniyədə 15 metr gedir, üçüncü saniyədə 25, sonra isə deməli 35 metr gedir. Bunlar hardan gəlir? ln bərabərdir j bölü 2, 2n çıxılsın 1. Deməli, dördüncü saniyədə getdiyi yol 35-dir. Birinci saniyədə getdiyi yol isə 5-dir. Bunların fərqi olur 30 metr. Sırf n-in sayıda gedilən yolla alınır ya da ardıcıl təkidətlər üçün burada kimi yazaraq da həll edə bilərsiniz. 34. Kütləsi 16 kiloqram olan cismə bir düz xətt üzrə əks istiqamətdə yönəlmiş 60 və 220 Newton qüvvə tətbiq olunur, aldığı təcili hesablayın. Newton ikinci qanuna görə A bərabərdir F əvəzləyici bölünsün M-dir. Qüvvələr əks yönəldiyinə görə bunu yazıram. F2 çıxılsın F1 bölünsün M. F2 220, F1 60, kütlə də ki 16-dır. Deməli 220-dən 60 çıxanda burada qalır 160. 160-ı da 16-ya böləndə cavab olur 10 metr bölək saniyə kvadratı. 35. İki avtomobilin hərəkət tənliyi 500-2t və 800-3t şəklindədir. Birinci avtomobillə bağlı hesablama sistemində ikinci avtomobil necə hərəkət edər? Deməli burada ikincini istədiyinə görə V2 1-i tapanda ya da X2 1-i tapanda X2 çıxılsın X1 yazıram. X2 çıxa X1-i yazıb çıxanda bunları bir-birindən 8 üstəgəl 3t-dən çıxıram digərin. 8-dən 5 çıxanda qalır 3 çıxılsın daha doğrusu üstəgəl t. Deməli x oxu istiqamətində 1 metr bölək saniyə sürətlə. Birinci avtomobilə bağlı hesablama sistemində ikinci avtomobil 1 metr bölək saniyə sürətlə hərəkət edir. Eyni istiqamətdədirlər, çıxma ilə getdik. 36. Doğru bərabərlikləri müəyyən edin. Deməli, burada tangens alfanı tapanda, bu əslində çox yaxşı təkrar üçün, bəziləriniz üçün ki, hələ də qarışdırır. Tangensi, kotangensi tapılmağı, tangens alfa qarşı katetin bitişik katetə nisbətidir, yəni 3 bölünsün 4-dür. Kotangens alfa isə bitişiyin qarşıdaşına nisbətidir, yəni 4 bölünsün 3-dür.
Sinüs kosinüs tapmaq üçün hipotenuzu bilməliyik. Burada da Pifaqor teoreminə görə hipotenuz olacaq 5. Bu 3, 4, 5'dir. Onda sinüs alfa qarşı katet, yəni 3 bölünsün 5'dir. Kosinüs alfa isə bitişik katet, yəni 4 bölünsün 5'dir. Doğru cavab 1, 3, 5 oldu. Tangents alfa qarşı katet bölünsün bitişik katet. Kotangens alfa bitişik bölək qarşıdakı. Kosinüs alfa isə deməli qarşı katet, daha doğrusu bitişik katet, bucağa bitişik katet 4 bölünsün hipotenuzdur. 37. Çevrəcə bərabər sürətlər işləyən cisim üçün xətti sürət və məşəqqət qasma təcilini hesablayın. Sürəti tapanda A bərabərdir, daha doğrusu V bərabərdir. 2 pi r bölünsün t. Kəmiyyətləri yerinə qoysaq 2 vuraq 3, radius 0,8, periyod 4. 0,8 4'e böləndə qalır 0,2. Altını da 0,2'ye vuranda cavab olur 1,2 metr bölək saniyə. Sürəti 1,2-dir. Təcili tapanda, məsələn, A bərabərdir. V kvadrat bölək R ilə də gedə bilərik. Ya da yaza bilərəm ki, burada verilənlərə görə 4 pi kvadrat R bölünsün T kvadratı. Yəni 4 vurulsun. Pi kvadratının yerinə 9 yazıram. Radius 0,8 bölünsün T kvadratı 16. İxtisar aparanda burada qaldı 4, 0,8 4'e böləndə qaldı 0,2. Bu da verir 1,8. B bəndidir. Sürət oldu 1,2, təcil oldu 1,8. 38. Aşağıdakı şəkildə bərabər bölgülü menzurka verilmişdir. Menzurkanın uyğun olaraq bir bölgüsünün qiymətini, ölçmə xətasını və qurğuşunun kütləsini, daha doğrusu qaşığın kütləsini hesablayın. Öncə başlanğıcda menzurkadakı suya baxıram. Menzurkadakı su bu qədərdir. Yəni V1 bərabərdir 250 millilitrdir. Qaşığı atandan sonra isə olub, deməli V2 bərabərdir 275. Çünki hər bölgü 25'dir. Bunu hardan bilirəm? Məsələn 150'dən 100'ün çıxıram. Bölürəm ortadakı xırda parçaların sayına. 2 parça var, 2'ye bölürəm. 50'ni 2'ye böləndə 25. Hər bölgü 25'dir. Burada məsələn bir bölgü qiyməti 25'dir. Xəta bir bölgü qiymətinin yarısıdır. Ona görə 25 və 13,5 bu ikisindən biridir. Cismin həcmini tapanda 250'dən 275'e gəlibsə, deməli V cisim bərabərdir 25 millilitrdir. Ya da 25 kub santimetr. 25'i də vururam 2,8'e. 25'i 2,8'e vuranda verir 70. Buna görə cavab olacaq C bəndi. Niyə 25-i 2,8'e vurdum? Çünki n bərabərdir rho v-dir. 25 millilitr 25 kub santimetr deməkdir. Gətirib n bərabərdir rho v-də. Rho-nun yerinə 2,8 qram böl santimetrin kubu. Həcmin yerinə isə 25 santimetrin kubu. Vuranda santimetr kubları gedir. 2,8 25'e vuranda 70 qramdır. 39. Hansı bənddə vektorial, ancaq vektorial kəmiyyətlər verilmişdir? Sıxlıq skalyardır, bunu atdıq. Yol skalyardır. Burada da yol var və tezlik də skalyardır. Cavab qüvvə, təcil, sürətdir. 40. Şəkildə çayın sahilindən A mənd nöqtəsindən eyni anda üzməyə başlayan iki üzgüçünün suya nəzərən V1, V2 çayın axın sürəti V2 verilmişdir. Hansı ifadələr doğrudur? Sahillə eyni vaxtda çatırlar. Bunu tapmaq üçün çayı keçmə müddətini tapmalıyıq. Çayın enin buradan S bərabərdir. 4 dama götürürəm və üzgüçlərin V-Y-lərinə baxsam, birincinin Y-i 2 damadır, ikincinin də Y-i 2 damadır. V1 Y bərabərdir 2, V2 Y bərabərdir 2-yə. Çayı keçmə müddətini tapanda T bərabərdir S bölünsün V-dir. İkisində də bərabər olacaq. Yəni T1 bərabərdir T2, o da bərabərdir S bölünsün 2. Yəni 4 bölü 2, 2 olacaq. Deməli, üzgüçlərin eyni vaxtda çatar. Digər sahilə eyni vaxtda çatarlar. Bir doğrudur. Birin olmadığı cavablar atıram. Sonra üzgüçlər sahilə müxtəlif vaxtlarda çatar. Bu yanlışdır. 2 yanlışdır. Üzgüçlər sahilə çatanda axın istiqamətindəki yer dəyişmələri eyni olar. Bunu tapmaq üçün yer dəyişmələri modulları eyni ola bilər.
Baxaq. Məsələn, birinci üçün yazanda yazıram V1x bərabərdir çayın əkisinin olduğuna görə -2 və L1x bərabərdir T vurulsun V1x çıxılsın V çay. Yəni T-ni tapmışıq 2, V1x 2-dir, V çay da 1-dir. 2-dən birini çıxdıq, 1 qaldı. V çay orada 1 damadı görünür. Deməli bu oldu 2 metr. İkincisini tapsam L2 bərabərdir. Bu L2x deyək. T vurulsun. V çay üstəgəl V2x. Deməli burada T 2 saniyədir. V çay 1-dir. İkincinin Vx-i 1 damadır. 2 dəfə 2-də 4. Deməli, üzgüçlərin sahilə çatanda axın istiqamətində yer dəyişmələri müxtəlifdir. Birinci sol tərəfə 2 dama gedir. Yəni birinci üzgüçü gəlib çıxacaq buradan. Amma ikinci üzgüçü 4 dama irəlidən çıxacaq. Ona görə də cavab oldu 1 və 4. A variantı. Bu da əslində modellərdən götürülmə bir sualdır. 41. Uyğunluğu müəyyən edin. 40 km bölü saat, daha doğrusu 90 km bölü saat. Bunları 18-də 5-ə vuraraq tapırıq. 90 25-dir. 5 metr bölü saniyə 18-dir. 108 də 30-dur. C bəndi. 42. Bir-birinə toxunan R radiuslu iki mis kürənin radiusunu necə dəyişmək lazımdır ki, onlar arasındakı yaranan cazibə qüvvəsi 16 dəfə azalsın? Radiusunu. Tamam. Öncə birinci halda F1 bərabərdir. J, M1, M2 bölək. Deməli 4 R kvadratıdır. 16 dəfə azalmaq üçün radiusu 2 dəfə azaltmaq lazımdır. Çünki radius 2 dəfə azalanda hər hissənin kütləsi 8 dəfə azalır. Burada çünki kürə olduğuna görə təsəvvür edək, əgər birinci halda bunlar R radiusludursa, bunun kütləsi M-dir, kütləsi M-də aralarındakı məsafə 2R'dir. Amma mən kütlələrin, burada radiusların 2 dəfə kiçiltsəm, artıq kütlə 8 dəfə azalar. Bu da hardan gəlir? V bərabərdir 3-də 4 pi R kubudur. Yəni radius 2 dəfə azalanda kütlə kubu dəfə 8 dəfə azalır. 8 dəfə 8 64. Kəsirin sürəti 64 dəfə azaldı. Məxrəci 4 dəfə artdı. Deməli 16 dəfə azalmış olacaq. Ona görə biz əgər kürələrin radiuslarını 2 dəfə azaltsaq, onlara təsir edən qüvvə 16 dəfə azalar. 43. Eyni sıxlıqlı planetlərin səthində qravitasiya intensivləri nisbəti nəyə bərabərdir? Sıxlıq dediyinə görə burada J-nin bir orijinal üstünlüyü istəyəcəyin 3-də 4 pi rho j r. Bu düstura baxanda görürəm ki, radiusdan düz asılıdır. Ona görə də J1 bölünsün J2-ni sıxlıq eyni olduğuna görə sıxlıqlar ixtisar edir. R1 bölə R2 kimi yazıram. Yəni 3R bölünsün R cavab olur 3. Bu düsturu ona görə işlətdim ki, sıxlıq verilmişdi. 44. Şəkildə cismin təcilinin proyeksiyasının zamanlastılıq qrafiki təsvir olunmuşdur. Cismin sürətinin zamanlastılıq qrafiki hansı ola bilər? Buradan baxıram, AX bərabərdir 0, təcil 0-dırsa cisim bərabər sürətlərlə gedər. Ya X oxu ya da X oxunun əksinə. 2, 5. 45. Sükunət vəziyyətindən, yəni V0 bərabərdir 0-dır. Düzxətli bərabər tezliklə başlayan cisim hərəkət müddətinin birinci yarısında 120 metr yol gedərsə, ikinci yarısında nə qədər yol gedər? Birinci yarısında dediyinə görə, burada ardıcıl təkrarlar kimi olur. Əgər birinci yarı 1x-dirsə, ikinci yarı 3x-dir. Ona görə 360 metrdir. Bu n-ci saniyədə yolun düsturudur. Və kimsə deyə bilər ki, məsələn, hardan bilirik yeyinləşən olduğunu? Çünki sükunət vəziyyətindən yalnız yeyinləşən hərəkət edə bilər. 46. Maddi nöqtə çevrə üzrə bərabər sürətli hərəkətində xətti sürətin bucaq sürətindən asılılıq diaqramı vermişdir. Hansı nöqtə mərkəzə qaçma təzinin ən kiçik qiymətinə uyğundur? A, V, omega 3-ün olduğu düstur A bərabərdir, omega V-dir. Hər ikisindən asılı olduğuna görə ən böyüyü ikisinin də böyük qiymətidir. Amma ən kiçik dediyinə görə ikisini də kiçiyini götürürük. Yəni cavab 5-dir. Nisbət olsa dəyərli kəsirin sürətinə yaxın olan böyükdür. Amma burada hasil olduğuna görə A bərabərdir omega V. Ən böyük ikisinin də böyük qiyməti 2-dir. Ən kiçik isə ikisinin də kiçik olduğu deməli 5-dir. 47. Cismə təsirin ağırlıq qüvvəsi yer səthinə olan hündürlükdən asılı qrafik hansıdır? Cavab C bəndidir. Çünki F ağırlığın hündürlüklə əlaqə düsturu J M vurulsun M
R üstəgəl H-ın kvadratıdır. Yəni hündür artdıqca kvadratik qanunla azalır. 48. F qüvvəsi M1 kütləsi M1 olan cismə 2 təcili, kütləsi M2 olan cismə isə 3 təcili verir. İki cisim birlikdə eyni qüvvənin təsiri ilə təcili nə qədər olar? Bu da qəşəng suallardan biridir. Qəbul sualıdır demək olar ki. Burada öncə M1-i tapıram. M1 bərabərdir F bölünsün A1, yəni 2-dir. M2 bərabərdir F bölünsün A2, yəni 3-dür. İkisi bir yerdə olduğuna görə bunu M1 üstəgəl M2 kimi yazacağam. Bunları toplayanda F bölünsün 2, üstəgəl F bölünsün 3. 2 ilə 3-ə ortaq məqam 6-dır. Cavab olur 6-da 5 F. Və gətirib təcili tapanda A bərabərdir F bölünsün M1 üstəgəl M2. F yerində qalır. M1 üstəgəl M2-nin yerinə yazıram 6-da 5F. Böləndə tərsinə dönür. F-lər gedir. 6 böl 5 1,2-dir. Elə bilin ki, cəmin hasilinə böldük. 49. 150 metr hündürlükdən 20 başlanğıc sürəti ilə şaquli yuxarı atılmış cisim uçuş müddəti ərzində getdiyi yolu hesablayın. 150 metr hündürlükdən 20 metr bölü saniyə başlanğıc sürətlə şaquli yuxarı atılmış cisimdir. Uçuş müddəti ərzində getdiyi yolu hesablayın deyir. Öncə bunun Hmax-ını tapsaq, deməli Hmax bərabərdir V0-ın kvadratı bölünsün 2J-dir. Bunu nəzərə alanda 20-nin kvadratı 400 bölünsün 20 cavab oldu 20. 20 metr yuxarı qalxdı və 150-dən qalxdığına görə 170-ə qalxıb, üstə 20 gəlmişəm. Onda yolu tapanda 20 yuxarı qalxdı, 170 də aşağı düşdü. İkisini toplayanda cavab olur 190 metr. 50. Maddi nöqtə çevrə üzrə 6 metr bölü saniyə sürətlə hərəkət edir. Periodun 1/4-nə bərabər müddət ərzində maddi nöqtənin yer dəyişmə üzrə orta sürətini hesablayın. Bu təzə topluya əlavə olunmuş suallardandır. Yəni köhnə topluda da vardı bu tip bir sual, amma artıq indi bir neçə sual əlavə olunub. Və bir xatırlatma eləyim, hər il deyirdim, bu dəfə videonun başında deməyi unutdum. Belə sınaqlar yazarkən, onsuz da asan sınaqdır. Çalışın ki, videonu dayandıraraq özünüz yazasınız. Yəni elə bilin ki, sınağa gedirmiş kimi. Və yeni qoşulanlara bir xatırlatma eləyim. Tezliklə sınaq qrupu başlanacaq. Sınaq qrupu haqqında ətraflı məlumat açıqlamada var. Deməli, sürəti verib 6 metr bölü saniyə və periodun 1/4 deyir. Onda birinci bunu qeyd eləyək. T bərabərdir 1/4 period. Yer dəyişmə görə orta sürət deyir. 1/4 periodda yer dəyişmə R kök altda 2-dir. Və orta sürəti tapanda V orta bərabərdir. S bölünsün T'dir. S-in yerinə R kök altda 2, T'nin də yerinə T bölək 4 yazıram. 4 qalxır yuxarı olur 4 kök altda 2 R bölünsün T. Amma baxırıq ki, nə R var, nə də T, amma xətti sürət var bizdə. V-nin də düsturu V bərabərdir 2 pi R böl T-dir. Buradan R böl T-ni tapanda R böl T bərabərdir V bölünsün 2 pi. Çünki çarpaz vuranda eyni şey verəcək. VT bərabərdir 2 pi R. Gətirib burada yerinə qoysam 4 kökdə 2 R böl T-nin yerinə V böl 2 pi qoyuram. V-nin yerinə 6, 2 pi-də 2 dəfə ölçüm 6. 6-lar ixtisar gedir. Cavab olur ilə 4 kökdə 2. Deməli, zamanı 1/4 period götürdüm. Niyə? Çünki 1/4 period deyir. 1/4 periodda yer dəyişmə R kökdə 2-dir. Bu hardan gəlir? Məsələn, belə bir çevrə veribsə bizə, əminəm ki, əslində əksəriyyətiniz bunu bilir. 1/4 periodda A-dan B-yə gəlir. Yer dəyişmə bu qırmızı xəttdir. Yəni hipotenuzdur. Bura R-dır, bura R-dırsa, yer dəyişmə olur R kökdə 2. Ona görə yer dəyişmə görə orta sürət tapanda S-in yerinə R kökdə 2, T-nin yerinə T bölü 4 qoydum. Oldu 4 kök 2 bölü vuraq R bölü T. R bölü T'nin yerinə V bölü 2 pi qoyanda cavab olur ilə 4 kökdə 2. 51. Düzxətli bərabər sürətlər çəkən cismə təsir edən 4 qüvvənin üçü şəkildə təsvir edilmişdir. Cismi əvvəlki hərəkət halını saxlaması üçün F4 qüvvəsi hansı istiqamətdə olmalıdır? Yəni, bərabər sürətli qalmaq üçün, bərabər sürətli olmaq üçün də F əvəzləyici bərabərdir 0 olmalıdır. Əvəzləyicinin 0 olmağı x-lərin öz arasında 0, y-lərin öz arasında 0 vermək deməkdir. Bunu müəyyən etmək üçün tək-tək qüvvələri proyeksiyalayaq. F1-ə baxıram. F1-in x-i -1-dir. Çünki sol tərəfə gedib. F1-in y-i 2-dir. F2. F2-nin x-i müsbət 2-dir.
F3-ün Y sıfırdır. F3-ün X'i mənfi 1-dir. F3-ün Y mənfi 1-dir. F4 bilmirəm. F4-ün X'i F4X-dir. F4-ün Y-i də F4Y-dir. Və əvəzləyicinin sıfır olmaq üçün X-lər öz arasında sıfır verməlidir. Bunları öz arasında toplayanda 1 üstəgəl 2 üstəgəl bu mənfi 1 idi. Mənfi 1 üstəgəl F4X bərabərdir sıfıra. Bunlar onsuz da sıfır olduğuna görə F4X bərabərdir sıfır. Yəni dördüncü qüvvənin X oxucuna proyeksiyası sıfırdır. Ona görə də bu D, Y, C ola bilməz. Ya yuxarıda ya aşağı. Y-ləri öz arasında toplayanda 2 üstəgəl 0 üstəgəl mənfi 1 üstəgəl F4Y bərabərdir sıfıra. Buradan alıram 1 üstəgəl F4Y bərabərdir 0, F4Y bərabərdir mənfi 1. Axtardığım qüvvənin X-i 0, Y-i mənfi 1-dir. X-i 0, Y-i mənfi 1 olanda bu qüvvədir. Çünki onsuz da X-lər bir-birini sıfırlamışdı. Elə bir qüvvə götürdüm ki, Y-i mənfi 1 olsun. Çünki yuxarı Y 2 damadır, aşağı isə 1 dama idi. 52. Euler-Venn diaqramında düz xətt boyunca hərəkət edən iki cismin sürətinin proyeksiyası zamanlaslıq qrafikinə uyğun oxşar və fərqli cəhətləri müəyyən edin. Cisim bərabər sürətlə hərəkət edir. Bu birinciyə aiddir. Cisim bərabər təcillidir. Bu ikinciyə aiddir. Cisim 5 saniyə ərzində 50 metr yol gedir. 5 saniyədə 50 metr yol gedən burada 10 vur 5 50-dir. Burada isə 10 vur 5 bölü 2 25-dir. 3 buradadır. 25 metr yol gedib 4 buradadır. Cisim X ox istiqamətində hərəkət edir. Bu da hər ikisinə aiddir. B bəndi. 53. Yerlə bağlı hesablama sistemi inersial hesab olunur. Hansı halda təyyarə ilə bağlı sistemi inersial hesab etmək olar? Təyyarə üfüqi istiqamətdə sabit sürətlə hərəkət etdikdə olar. Çünki inersial olmaq üçün ya V bərabərdir konstant ya da V bərabərdir 0 olmalı. Məsələn, təyyarə artan sürətlə bu təcillidir. Olmaz. Sabit təcil olmaz. Uçuş meydanından qalxarkən deyə bilmərik, bir də sükunətdə qaldıqda. Cavab 1, 3-dür. Çünki uçuş meydanından qalxarkən sürətlənir. Təcil olmamalıdır inersial olmaq üçün. 54. Yer səthində sükunətdə olan 20 kiloqram kütləli cisim 5 metr bölü saniyə kadar təcillə şaqula aşağı istiqamətdə hərəkət edir. Cismə təsir edən ağırlıq qüvvəsinin modulunu hesablayın. Bu biraz fərqli cümlə oldu. Yəni cümlədə yazı səhvi var məncə. Çünki həm sükunətdə olan deyir, həm hərəkət edir deyir. Sükunətdən hərəkətə başlayır deyərdik. Amma ümumiyyətcə ağırlıq qüvvəsi təcildən asılı olmayaraq mc ilə tapılır. Kütlə 20 kiloqramdırsa cavab 200 newtondur. Təcilin 5 və yaxud 10 olmağının bir önəmi yoxdur. 55. Düzxətli bərabər səthlər gedən qatar tərpənməz müşahidəçinin yanından 10 saniyə, uzunluğu 400 metr olan tuneli isə 30 saniyə keçir. Qatarın uzunluğunu hesablayın. Yəni qatar tuneli tamamilə keçir deyə düşünürük. Burada 10 saniyə tərpənməzin yanından keçirsə, onda qatarın sürətini tapanda burada S bölünsün. S qatarın uzunluğudur 10'dur. Və S-i, bu yenə deyirəm, S qatarın uzunluğudur. S-i götürəcəm 10 V qatar. Tuneli isə 9, uzunluğu 900 metr olan tuneli isə 30 saniyə keçir. Yəni tuneli keçərkən öz uzunluğunda keçdiyinə görə belə bir şey yazmalıyıq. 900 üstəgəl S bölünsün V qatar bərabərdir 30-a. Buradan S 10 V qatardır. Ona görə 900 bölünsün V qatar üstəgəl 10 bərabərdir 30 və yaxud 900 bölünsün V qatar bərabərdir 45-ə. Daha doğrusu 20-yə. 10 keçdi o tərəfə. V qatarı tapanda buradan V qatar bərabərdir 900 bölünsün 20 cavab olur 45. Qatarın sürəti 45 metr bölünsün saniyədir.
Yenə bu 55'te də sualın şərtində biraz dəqiqsizlik var. Yəni qatar tuneli tamamilə mi keçir, yoxsa yox, bunu nəzərə almaq lazımdır. Yəni deyilməlidir ki, tamamilə keçməsi üçün. Onda mən yazdığım üsulla gedərdik. Yoxsa 930-a da bölüb elə qatarın sürətini tapmaq olardı. Əgər 900 metri 30 saniyə gedirsə. Amma 30 saniyə keçir dediyinə görə qatarın öz uzunluğun, yəni 10 və qatarı da gətirdim yerinə qoydum. 56. Kütləsi 5 kiloqram olan cismə təsir edən əvəzləyici qüvvənin x oxu üzrə proyeksiyası -40-dır. Cisim neçə saniyə sonra dayanar? Deməli, burada S tormoz elə bil ki, tapacağın. Burada -40 ona görə verib ki, hərəkətin əksinədir. Təcili tapanda A bərabərdir F bölünsün M, 40 bölünsün 5, cavab oldu 8. Və T bərabərdir V0 bölünsün A'dır, 20 bölünsün 8, cavab 2,5'dir. Burada əslində bu tormoz müddətidir. Tormoz müddətini tapmağın başqa bir üsulu da var. Birbaşa elə F-i gətirib yerinə qoyaram. Deməli, bu 56-cı sualın 56-nı yazmağın digər bir üsulu T bərabərdir. V0 bölünsün A-dır. Sürət məxrəcin deməli M-ə vururam. M V0 bölü F olur. M-a, M-a'nın yerinə F qoydum. Buradan kəmətləri yerinə qoysam M 5 kiloqramdır, V0 20'dir, F də 40'dır. 2,5 edir. 57. Uyğunluğu müəyyən edin. Bərabər yeyinləşən hərəkət, bərabər yeyinləşəndə sürət və təcil eyni istiqamətdə olur. Yəni 1'ə A gedir məsələn və D gedir. Çünki A niyə? Çünki sükunətdən başlayır. Sükunətdən də yalnız yeyinləşər. 1'ə A və D gedir. 2. Bərabər yavaşlayana gedir. Deməli B və Y variantları. 3 bərabər sürətli 3'ə də gedir yalnız C. Çatdıq yazı tipli suallara. İpdən asılmış kütləsi 12 kiloqram olan bir cins kürət tarazlıqdadır. İpdə yaranan gərilmə qüvvəsini hesablayın. Deməli, burada biz ağırlıq qüvvəsini tətbiq eləyək. Ağırlıq qüvvəsi perpendikulyar aşağıdır, mg və bir də burada dayağın reaksiya qüvvəsi var. Bu da n-dir. Bunlar t ilə bir-birini tarazlaşdırırlar. Bu da t-dir. Və vektorun belə bir xüsusiyyəti var. Vektoru özünə paralel köçürmək olur. Bu mg-ni köçürürəm bura, n-i də köçürürəm bura. Bizdə yaranan gərilmə qüvvəsini soruşur. Buradan məsələn, deyək ki, kosinüs alfanı tapsam, kosinüs alfa nəyə bərabərdir? Kosinüs alfa bərabərdir mg bölünsün t. Yəni bitişik katet bölünsün hipotenuz. Və buradan t-ni tapsam, t bərabərdir mg bölünsün kosinüs alfaya. Kəmiyyətləri yerinə qoysam, mg 120'dir. Kosinüs alfa da verilib 0,8. Əslində burada t üçün belə bir ifadə də yaza bilərik. Bunu yadda saxlayın. Yazarıq t kvadratı bərabərdir n kvadratı üstə gəl mg'nin kvadratına. Çünki t orada hipotenuz rol oynayır və yaxud əvəzləyici rol oynadığına görə reaksiya qüvvəsi ilə ağırlıq qüvvəsinin kvadratlar cəminə bərabərdir. Burada verilən halda isə sırf deməli mg-yə görə tapıram. Çünki kütləsi verilib. Mg bölünsün kosinüs alfa ilə getdik. 120'ni bölürük 0,8'e. Cavab 150'dir. Gərilməsi oldu 150. 59. Kütləsi 4 kiloqram olan cisim 2 qüvvənin təsiri ilə üfüqi istiqamətdə bərabər təcil hərəkət edir. Cismin təcilin oyux soxuna görə proyeksiyasını hesablayın və uyğun qiymətlərini göstərərək zamanlı asılı qrafikini çəkin. Deməli, F1 qüvvəsi burada qiyməti verilib. F2 qüvvəsinin isə x oxuna görə proyeksiyasını tapanda buradan F2x bərabərdir. F2 kosinüs alfadır. Bunu nəzərə almalıyam. Kosinüs alfa 2-də 1'dir. F2 bizə verib 100. 100'ü də 2-də 1'ə vuranda cavab olur 50. Bu da 60 Newtondur. Onda mən F əvəzləyici x-i tapanda bu bərabərdir. F1 çıxılsın F2 böyükdən kiçiyini çıxıram. 50'dən və proyeksiya dediyinə görə elə belə də yazacağam. Bu mənfi olacaq əslində qalsa. F1'in yerinə -60 üstə gəl 50 cavab olur -10. X oxuna görə proyeksiyası qüvvənin -10'dur. Təcilin tapanda AX bərabərdir fx bölünsün m'dir.
Yəni -10 bölünsün 4 cavab -2,5. Təcil -2,5-dir. Təcilin zamanın asılılığını çəkəndə A-nın T-dən asılığı -2,5-də bu AX-dir, sabit qalır. Deməli, sualı necə həll edəcəyin? Birinci, F1 ilə işimiz yoxdur. F1 normal x ox üzərindədir, amma F2-ni x ox üzrə proyeksiyasını tapdıq. F2x bərabərdir F2 kosinus alfa, F2 100-dür, kosinus 2 ilə 1-dir, vuranda verdi 50. 50 Newton sağa, 60 Newton soladır. F1-in 60 olduğu verilib. 60-dan 50-sini çıxdıq 10. Sadəcə sola olduğuna görə -10 götürdüm. Və OX oxuna görə proyeksiyasını tapanda AX bərabərdir -2,5. Qrafikdə sol tərəfdə verildiyi kimidir. 60. X oxu istiqamətində 5 metr bölü saniyə başlanğıc sürətlə bərabər yavaşlayan hərəkət edən maddi nöqtə K nöqtəsindən L nöqtəsinə 10 saniyə gəlmişdir. Maddi nöqtənin koordinat zaman asılılıq dənliyini yazın. Deməli, öncə burada təcili tapmalıyıq. X oxu istiqamətində bərabər yavaşlayan hərəkət eləyir. Yəni Sx-i tapsam, Sx bərabərdir x çıxılsın x0, 80 çıxılsın -50, qarşıdakı -10-u müsbət edir, bu eləyir 130. 130 metr yol gedir. Neçə 10 saniyə gəldiyinə görə buradan yazıram V0t çıxılsın at kvadratı bölü 2. Bircə saniyə. 10 saniyə L nöqtəsinə, K nöqtəsindən L nöqtəsinə 10 saniyə müddətinə gəlmişdir. Bərabər yavaşlayır. Başlanğıc sürətdə 5-dir. Burada doğru getməyən bir şeylər var. Çünki başlanğıc sürət 5-dirsə və S4 yavaşlayan olduğuna görə çıxılsın AT kvadrat bölü 2 yazmalıyam. Çünki V-si x ox istiqamətdədirsə təcil mənfi olmalıdır yavaşsın. Bu bərabərdir 130 yazıram. V0t yəni 5 vurulsun 10 çıxılsın A vurulsun 10'un kvadratı 100 bölü 2 bərabərdir 130-a. Yenə deyirəm, bura ulduz qoyuram. Bu sualda verilənlərdə əksiklik var. Məncə başlanğıc sürəti 50 düşünüblər. Çünki belə yazsam təcil mənfi alınacaq. Bircə saniyə. Təcil daha doğrusu müsbət alınacaq. Çünki əslində mənfi olmalıdır hərəkət nəticəsinə görə. Bu üsulla yazmağa çalışaq. Deməli 50A bərabərdir. 130-dan 50-sini çıxanda qaldı 80. A da bərabərdir. Bu mənfi 50 idi. A da bərabərdir mənfi 16. Və verilənlər məlumdur. Hərəkət tənliyini yazsaq. Hərəkət tənliyinin əsli bu şəkildədir. X bərabərdir x0 üstəgəl v0t üstəgəl at kvadratı bölünsün 2. İndi gətirib kəmiyyətləri yerinə qoyuram. X0-a baxıram, -50-dir. Ona görə x bərabərdir -50 üstəgəl 5-dir. Çünki v0 5-dir. Və çıxılsın, burada təcil -16 idi. Çıxılsın 8t kvadratı. 16-nı 2 bölündə 8 qalır. Cismin hərəkət tənliyi bu şəkildədir. Beləcə birinci qrupa aid 30 sualı yekunlaşdırdım. İndi dördüncü qrupa aid situasiya sualına baxacağım. Birinci sual, ipdən asılmış 12 kiloqram kütlə olan bir cins külə tarazlıqdadır. İp dəyərindən gərilmə qüvvəsini hesablayın. Bu digər sualla, yəni birinci qrupun sualı ilə eynidir. Burada gərilməni tapanda ağırlığı köçürürəm bura və kosinüs alfanı tapanda kosinüs alfa bərabərdir f ağırlıq bölünsün t. Buradan t'ni tapanda t bərabərdir f ağırlıq bölünsün kosinüs alfa. Ağırlığın yerinə 120, kosinüs alfanın yerinə də 0,8. 120-ni 0,8-ə böləndə cavab olur 150.
89. Dayağın reaksiya qüvvəsini hesablayın. Reaksiya qüvvəsinə baxsaq, reaksiya qüvvəsi isə köçürüləcək bu hissəyə, yəni qarşı katetdir. Ona görə n üçün yaza bilərəm ki, n bölünsün t, yəni qarşı katet bölə hipotenuz bərabərdir sinüs alfaya. Buradan n-i tapanda n bərabərdir t vurulsun sinüs alfa. T-ni tapmışıq 150, sinüs alfa da 0,6-dır. Bu da 15 vurulsun 6, yəni 90'dır. Bunu tapmağın başqa bir üsulu da var. Yaza bilərəm ki, t kvadratı bərabərdir n kvadratı üstə gəl f ağırlığın kvadratına və buradan n-i tapanda n bərabər kök altda t kvadratı çıxılsın f ağırlığın kvadratı. T 150'dir. 150'nin kvadratından çıxırıq 120'nin kvadratı. Eyni cavabı verəcək. 90. Bir cins kürəyə təsirin ağırlıq qüvvəsi, dayağın reaksiya qüvvəsi, iptərlə gərilmə qüvvələrini müqayisə edin. Deməli, ağırlıq qüvvəsinin düsturu F ağırlıq bərabərdir mg'dir. Bu da 12 vurulsun 10. Yuxarıda tapmışdım. 120 newtondur. Dayağın reaksiya qüvvəsi buradan tapmışam. T vurulsun sinüs alfadır. Yəni 150 vurulsun 0,6 bu 90'dır. T özü isə 150'yə bərabərdir. Müqayisə edəndə T böyükdür F ağırlıqdan, o da böyükdür N-dən. Beləcə 19 oktyabr 2025-ci il tarixində keçirilən hədəf blok imtahanına bir aid sualların izahını yekunlaşdırdım. Video ümumi 33 sualdan ibarətdir. 30 sual birinci qrupa aid, 3 sual da dördüncü qrupa aid situasiyadır. Təkrar üçün bu videodan və daha çoxundan da yararlana bilərsiniz. Kanalda həm ümumi sınaqlar, həmçinin də deməli təkrar sınaqları var. Yenə də xatırladım ki, sınaq qrupu tezliklə başlayacaq. Ətraflı məlumat açıqlamada yerləşdirilib. Sağ olun, növbəti videolarda görüşənə qədər.